İspat edin ki, üç bucağın B təpəsindəki daxili bucağı ilə C təpəsindəki xarici bucağının tənbölənlərinin əmələ gətirdiyi bucaq A təpəsindəki daxili bucağının dərəcə ölçüsünün yarısına bərabərdir. Yəni ispat etməliyik ki, bucaq D bərabərdir. Yəni BDC bərabərdir bucaq A-nın yarısına. Burada B bucağının yarısını bir beta ilə işarə etsək, AC burada K yazdım. ACK xarici bucağının da yarısını gamma ilə işarə etsək, A-ya alfa deyim, D bucağına da X. Deməli, xarici bucağın xassiyəsinə əsasən yaza bilərik ki, ABC üç bucağı üçün ACK xarici bucaqdır. Yəni 2 beta üstə gəlinsin alfa bərabər olmalıdır 2 qammaya. Deməli, alfa bərabərdir 2 qamma çıxılsın 2 beta yaza bilərik. Digər tərəfdən X bucağı ilə betanın da cəmi xarici bucaq olan qammanı verir. Yəni X üstə gəl beta bərabərdir qammaya. Buradan X bərabərdir qamma çıxılsın beta alarıq. Və X qamma çıxılsın betadır. Alfa isə 2 qatı qədər çoxdur onun. Yəni 2 qamma çıxılsın beta. Və buradan qamma çıx betanı X ilə əvəz etsək, alfa bərabərdir 2X-ə. X də bərabərdir alfa bölünsün 2. Yəni ispat etdik ki, bucaq A bucaq D-dən 2 dəfə çoxdur.